Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. İyun ayının qeyri-iş günləri açıqlanıb. Cep.info AZ xəbər verir ki, 6-7 iyun Qurban Bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq iyunun 7-si şənbə gününə təsadüf etdiyindən 5 günlük iş həftəsində iyunun 9 bu qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban Bayramı ilə əlaqədar ardıcıl olaraq 6-7, 8 və 9 iyunda iş olmayacaq. 15 iyun Milli Qurtuluş Günü Bazar gününə təsadüf etdiyindən 5 günlük iş həftəsində 16 iyun iş olmayacaq. İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftə sonları da daxil olmaqla iyunda 13 gün qeyri-iş günü olacaq.